Cavankən ustadım mənə deyərdi, uca dağ başında qar olar oğlum. Bədəsil arvadın alma qızını, gedər özgələrə yar olar oğlum. Biri ilə duz yedin, sən onu atma, cəhd ilə barışdır, aranı qatma. Nabələt yuvaya əlin uzatma, nabələt yuvada mar olar oğlum. Qasım deyər, yersiz sorğu sormayın, cəhl eləyib inad üstə durmayın, işi əylənə tənə vurmayın, lala lağ eyləyən kar olar oğlum. Tekbir, alı avala tekbir, alı yalala tekbir, alı acılım tekbir, alı. Ediplerin zirvesidir, ediplerin zirvesidir. Aşıklarda teşbir, Ali alele teşbir, Ali ay gülüm teşbir, Ali ay geden teşbir, Ali. Dədələr pirə gedəndə, Ələsgər də təkbir ala. Ədiblərin zirvəsidir, aşıqlarda təkbir ala. Əzizlərim, hava Təbrizi, Təbriz gözəlləməsi gödəkdə onu deyirlər. İndi ikinci bəndini isə Nuhçıxan gülü ilə. Bu Naxçıvan adı ilə bağlıdır. Ona görə Nuhçıxandır ki, qədim Naxçıvanın adı Nuhçıxan olub. Həzrəti Nuh Peyğəmbərin gəmisi Ağrı dağının ətəyində Allahın hökmü ilə orada dayanıb bərqərar tutub. Ona görə ikinci bəndini öz adını deyək, Nuhçıxan gülü ilə. Bəstələrin ustasıdır, bəstələrin ustasıdır, elmilərin xəstəsidir, elmilərin xəstəsidir. Dahilə sərdəstəsidir, dahilə sərdəstəsidir, gövhər içindədir alı, gövhər içindədir alı. Ay gülüm, ay gülüm, ay gülüm, ay gülüm, aydır alı, gövhər içindədir alı. Ay gülüm, ay gülüm, ay gülüm, ay gülüm, aydır alı, gövhər içindədir alı.
xəstələrin ustasıdır, elmilərin xəstəsidir, dahilər sərdəstəsidir, gövhər içindədir ala. Üçüncü bəndini götürüb görək, rəhmətli Aşıq Alının yaratdığı Gümrü yaraylısından. Əzizlərim, Gümrü şəhərinin adını ermənilər dəyişib Lelnəqan qoyub, bilənlər gözəl bilir. Və bu haviyədə 4 dənə ayrı ad deyirlər. Kəsə Mirzəcanı deyirlər, Kərəm Dübeyçisi deyirlər, Xan Çobanı deyirlər, Turabı deyirlər. Mənim ustalarımdan aldığım məlumata görə bu havanın adı Gümrü yaraylısıdır. Aşıq Alının 14-15 yaratdığı havaların biri də budur. Görək necə deyir. Salmaz heç nəzərdən, Allah salmaz heç nəzərdən, ustasıdır Şah Mərdən. Qorxmadı şahdan, vəzirdən, dədə əcdadı Şiralı, baba əcdadı Şiralı, ay Şiralı, ay Şiralı, ay Şiralı. Allah salmaz heç nəzərdən, ustasıdır Şah-ı Mərdən. Qorxmadı şahdan, vəzirdən, dədə əcdadı Şiralı. Görək 4-cü bəndini yenə rəhmətli Aşıq Alının yaratdığı Göyçə gərayılısından. Buna Mina gəraylısı da desələr, əzizlərim, dəqiq mən Göyçə havası olduğuna görə Aşıq Ələsgər ocağına Haqverdi kişinin mən qonaq olmuşdum. Onda xəbər aldım, dedi ki, bu havanın adı Aşıq Alının yaratdığı Göyçə gərayılısıdır. Görək nə deyir. Belə ustalarla ailələm, cəncə qalxdı. Paş nəfsilə şeytan yıxdı, paş nəfsilə şeytan yıxdı. Gözəllərə məsum baxdı. İnşallah görün Nuralı, inşallah görün Nuralı. Gözəllere Zeynim ay balayam, Zeynim ay gedenay, Zeynim ay gedenay, İnşallah görün
cəngə qalxdı, paç nəfsi ilə şeytan yıxdı, gözəllərə məsum baxdı, İnşallah görün Nuralı. Sözün təxəllüsünü götürüb görək Aşıq Əbülfəz Düzülqar, Aşıq Abbas Tovarqalının yaratdığı Turazi havası ilə. Əzizlərim, buna fəxri desələr də, qədimdən atalar demişdir ki, atı sahibinin qapısına sürün. Kəlmələrin ay dərin dərin, kəlmələrin ay dərin dərin, açılmadı yay sənət dərin, sənət dərin. Əbülfəzəyə düşdü verin, Əbülfəzəyə düşdü verin, nəhəq səxlanıb sirəli, nəhəq səxlanıb sirəli, ay sirəli. Kəlmələrin dərin dərin, açılmadı sənət dərin, Əbülfəzə düşdü verin, nahaq saxlanıb siralı, ululardan məşhur alı. Sağ olun, var olun, xoşbaxt olun.